Sabahınız xeyir dostlar. Bu yeni ilin birinci günü. Mənim videoma kim rast gəldisə, o insan əminəm ki, xoşbəxtliyə tərəf gedir. Boş yerə rast gəlməmisiniz bu videoya. Bu il inşallah bütün arzularınıza çatacaqsınız. Özünüzə əmin olacaqsınız, öz ayağınız üzrə duracaqsınız. Hədəflərinizə sazlanın, mütləq çatacaqsınız. Əminəm buna. Və sizi qabaqdan xoşbəxtlik gözləyir. Buna əmin olun. Nə baş verir versin, bilin ki, hər şey sizin xeyrinizədir. Bunu zamanla biləcəksiniz zaten. Və mən bugün istəyirəm sizə bir açım edin, yeni ilin birinci günüdür. Mən düzü, inanın deyirəm, dostlar, 2 dəfə açım elədim və mən həmin videonu paylaşmayacağım. Hə, yox cavabını açım elədim. Birinci açımda 3 dənə variantın 3-də də yox çıxdı. Mən istəmədim yeni ilin birinci günü negativlə olsun açıb. İkinci dəfə elədim, hə yoxa açım, yenə çəkiliş elədim. İkincidə də inanın ki, yox cavabı çıxdı. 3 variantın 3-də də. Yəni birində çıxsaydı, hə. Ona görə dedim, deməli mən həmin sualla baxmamalıyam. Ona görə də mən istəyirəm sizə belə bir açım edim. Bu 3-cü açımımdır. Məsləhət kartları istəyirəm hər birinizə açın. Bəlkə ehtiyacınız ola bilər. Bəlkə nəsə bir siqnaldır sizə, bəlkə bir planınızla, fikrinizə əlaqəli kömək edə bilər. Və mən 3 variant qoyacağım və məsləhət kartı açacağım hər əlinizə bir dənə. Yəni bu il üçün və yaxud da özünüz üçün bir məsləhət kartı açmaq istəyirəm. Kartların məsləhəti. Və yaxud da sizə tərciyəsi. Məsləhət düzgün deyil. Etiket qaydalarında məsləhət vermək düzgün deyil. Gəlin tərcih edək. Sizə nə tərcih edir kartlar? Birinci variantda sizi sevirlər. Birinci variant çox adam sizi sevənlər var. Yəqin ki, layiqsiz. Və bundan əlavə nə deyə bilərəm? Siz bax, nə etməlisiniz, nə etməməlisiniz deyək ki də. Nə etməlisiniz deyim. Nə etməlisiniz də. Burada nə etməlisiniz deyəcəm. Nə etməməlisiniz adlar istəyirəm. Hədəflənməlisiniz. Addımlar atmalısınız. Və kimlərlənsə şeyə girməlisiniz, əlaqəyə girməlisiniz və bundan əlavə də ola bilsin, biraz tələsməlisiniz. Yəni, ola bilər, harasa getməklə əlaqəli ola bilər. Bunu eləməlisiniz siz. Hədəflərlə biraz tələsin, yəni ləngiməyin, nəyisə gözləməyin, kimsə gözləməyin, addımlar atın və bu arada da sizi sevirlər. İkinci variant məsləhət. Burada məsləhət nədir? Burada bəziləriniz sağlamlığınıza fikir verməlisiniz, həkimə getməlisiniz bəziləriniz. Gedin, atlar eləməyin. Bu ikinci. Ola bilsin, kimdənsə ayrılmalısınız. Kimdənsə ola bilsin, ayrılmaq lazımdır. Biraz həyatınızda ola bilsin, biraz kobud bir adam görürəm. Siz, yəni, özü qatıq qaradırsa, ağdırsa, bu adam qarada deyirsə, deməli qarada siz deyəni qulaq asmayacaq. Belə bir adam ola bilər bəzilərinizin həyatında. Bax, bəziləriniz həkimə getməlisiniz. Bəziləriniz kimdənsə ayrılmalısınız. Bəziləriniz də qətiyyətli olmalısınız. Öz fikrinizə qalmalısınız. Bax, kimə nə lazımdır, oradan götürsünüz. Üçüncü variant. Burada mən belə bir şey deyə bilərəm. Burada bu adam xoşbəxt olacaq, arzusuna çatacaq. Və bu nə eləməlidir? Bu biraz aktiv olmalıdır. Bu adam ola bilər, bəzi şeylərdən məmnun deyil həyatında bəzilərinizdə. Sadəcə sizə udobnudur, rahatdır o vəziyyət. Öz rahatçılığınızdan çıxıb hansısa məqsədləriniz var, arzularınız var, çatasınız 100%. Sadəcə biraz hərəkət eləməlisiniz. Bəzi şeylər xoşunuza gəlmir həyatınızda. Sadəcə sizə, məsələn, deyirsiniz, məsələn, kimsə var həyatınızda, adam sizi qane eləmir də, hansısa münasibət və yaxud da, məsəl üçün deyirəm. Siz, məsələn, nəyəsə bir o adam sizə sərf eləyir. Bir çox şeydə sərf eləmir, bəzi şeylərdə sərf eləyir. Amma əsas onu aralanmalısınız. Həyatda nələrəsə əldə eləmək üçün, daha aktiv, daha belə gözəl yaşamaq üçün də. Siz olduğunuz yer sizin üçün sadəcə rahat olduğuna görə o rahatçılıqdan çıxmaq istəmirsiniz və bəzi şeyləri belə dözüb oturursunuz. Oturmayın, aktiv olun biraz, addımlar atın.
daha gözəl olacaq hər şey. Zaten xoşbəxtdir bu üçüncü variantdan. Yaxşı, arzularına çatasıdır. 100%. Çox gözəl kart çıxdı vardı, onu da deyim. Və bir də ki, biraz yeməyinizə fikir verin, az yeyin. Biraz kökəlməyə meyilli insanlardır bunlar. Bax, belə dostlar, belə bir tərcih elədi kartlar sizə bugün və mən sizə yenə də xoşbəxtlik, uğur arzulayıram. Əminəm ki, bu il sizi çox gözəl sürprizlər gözləyir. Hələlik bu qədər. Çox sağ olun.